Hörmətli müəllimlər, əziz müdavimlər, xoş gördük hər birinizi. Mən Billurə Əhmədova. Bu videoda bir çoxlarınızın çətinlik çəkdiyi mövzudan danışacağam. Taksonomiyadan. Taksonomiyada mütləq ki, imtahanda suallar düşür. Çox sadə şəkildə izah edəcəm. Sonda daha yaxşı öyrənmiş olacaqsınız. Daha öncə taksonomiyanın nə olduğunu başa düşək. Taksonomiya haqqında qısa məlumat verim. Bir-bir mərhələlər haqqında danışacağıq. Taksonomiya Bloom'un adı ilə bağlıdır. Bloom deyir ki, biz şagirdləri sadədən mürəkkəbə doğru öyrətməliyik. Asandan çətinə doğru öyrətməliyik. Aşağıdan yuxarı doğru öyrətməliyik. Bloom deyir ki, biz şagirdlərə birdən-birə deyə bilmərik ki, ay şagird, sən gəl filan şeyi tətbiq et. Filan şey məsələni, misalı həll et. Bunu deyə bilmərik. Şagird əvvəlcə onu bilməlidir. Baxın, yazmışam, yadda saxlamaq. Xatırlamalıdır. Yəni bilmədiyi şeyi adam necə anlasın? Əvvəlcə bilməlidir, xatırlamalıdır, bildiyi şeyi anlamalıdır və anladıqdan sonra artıq onu tətbiq edə bilər. Yəni Bloom deyir ki, mərhələ-mərhələ getməliyik. Sadədən mürəkkəbə doğru getməliyik. Asandan çətinə doğru getməliyik. Hər yuxarıda olan mərhələ özündən aşağıdakılardan asılıdır. Biz birbaşa uşaqdan tələb edə bilmərik. Aşağıdan yavaş-yavaş gəlməliyik. Biz şagirdlərə suallar hazırlayan zaman, şagirdlərə tapşırıq hazırlayan zaman bütün mərhələləri nəzərə almalıyıq. Tutaq ki, mən şagirdlərə 10 sual hazırlayacağam. Yadda saxlamaq mərhələsindən də, anlamaq mərhələsindən də, tətbiq etməkdə, təhlildən də, dəyərləndirmədən də, yaratmaqdan da suallar hazırlamalıyam, tapşırıqlar hazırlamalıyam. Və İlk 3 səviyyə, yəni yadda saxlamaq, anlamaq, tətbiq etmək aşağı təfəkkür səviyyəsidir. Sonraki 3 səviyyə, yəni təhlil etmək, dəyərləndirmək, yaratmaq yuxarı təfəkkür səviyyəsidir. Düzdür, aşağı təfəkkür səviyyəsi olaraq, yuxarı təfəkkür səviyyəsi olaraq iki hissəyə ayırırıq. Amma bu demək deyil ki, taksonomiyanın bəzi mərhələləri az əhəmiyyətlidir, bəzi mərhələlər çox əhəmiyyətlidir. Xeyr, elə bir şey yoxdur. Taksonomiyanın bütün mərhələləri eyni dərəcədə əhəmiyyətlidir. Yadda saxlamaq da əhəmiyyətlidir, anlamaq da, tətbiq də, təhlillə dəyərləndirmək də, yaratmaq da. Çünki bu yaratmağa gəlmək üçün mütləq ki, yadda saxlamaqdan keçməliyik. Bu aşağılar olmasa gəlib yuxarı keçə bilmərik. Ona görə deyirik ki, taksonomiyanın bütün mərhələləri eyni dərəcədə əhəmiyyətlidir. Bura qədər nədən danışdıq? Deməli, qeyd etdik ki, taksonomiya kimin adı ilə bağlıdır? Bloom'un adı ilə. Bloom bizə nə deyir? Necə öyrədək deyir? Bloom deyir ki, sadədən mürəkkəbə doğru öyrət, aşağıdan yuxarıya doğru, sadədən mürəkkəbə doğru, mərhələ-mərhələ, ardıcıl, asandan çətinə doğru. Tapşırıq hazırlayan zaman, test hazırlayan zaman, sual hazırlayan zaman bütün mərhələləri nəzərə almalıyıq. Və qeyd etdik ki, ilk 3 mərhələ aşağı təfəkkür səviyyəsi, sonraki 3 səviyyə yuxarı təfəkkür səviyyəsi və mərhələlər eyni dərəcə əhəmiyyətlidir. Taksonomiya haqqında bu qədər bilməyimiz kifayətdir. İndi keçək mərhələlər. Birinci mərhələ yadda saxlamaq, xatırlamaq, yadda saxlamaq. Taksonomiyadan suallar necə düşür? Taksonomiyadan sual düşür, tapşırıq düşür və sizdən soruşur ki, bu tapşırıq taksonomiyanın hansı mərhələsinə uyğundur? Həmin anda özünüzü şagirdin yerinə qoyun. Şagird bu tapşırığı edən zaman nə edəcək? Yadına salıb, xatırlayıb olduğu kimi deyəcək ki, bu yadda saxlama mərhələsidir. Yadda saxlayacaq. Adından da göründüyü kimi yadda saxlamaq. Biz bunu xatırlamaq mərhələsi də deyə bilərik. Yadda saxlamaq, xatırlamaq fərq etməz. Şagird məlumatı yadına salır, xatırlayır, olduğu kimi deyir. Bu yadda saxlamaq mərhələsidir. Məsələn, tarixdən illər. İstanbulun fəthi neçənci ildə olmuşdur? Məndən soruşurlar, tez yadıma salıram, xatırlayıram, tez deyirəm 1453. Bu nədir? Bu mənim yaddaşımda, hafizəmdə var, əzbərləmişəm, yadıma salıb xatırlayıb olduğu kimi deyirəm, heç nə eləmirəm. Lori dildə desək, baş işlətmirəm, anlayacağım bir şey yoxdur, heç nə yaddaşımda olan məlumatlardır, yadıma salıb xatırlayıb olduğu kimi deyirəm. Bu yadda saxlamaq mərhələsidir. Ya da məsələn, məndən soruşurlar ki, ismin tərifi nədir? Mən nə edəcəm? Tərifi yadıma salıb xatırlayıb olduğu kimi deyəcəm. Əşyanın adını bildirən nitq hissəsinə isim deyilir. Heç bir şey etmədim, bəlkə mən onu anlamamışam. Yəni bu mənim üçün burada vacib deyil. Burada məndən sadəcə yadıma salmaq, xatırlamaq olduğu kimi demək tələb olunur. Şeiri əzbərdir.
Bəlkə o şeirdə nədən söhbət getdiyinin mahiyyətini başa düşməmişəm, amma şeiri əzbərləmişəm, olduğu kimi deyirəm. Bu nədir? Yadda saxlamaq ya da kiminsə çıxışından stat gətir. Olduğu kimi demək nədir? Olduğu kimi stat gətirirəm. Yadda saxlamaq mərhələsidir. Düsturu əzbərləmişəm, düsturu əzbər deyirəm. Bəlkə onu yerinə qoyub tətbiq edə bilmirəm. Sadəcə olaraq əzbər deyirəm. Bu mərhələdə məndən heç nə tələb olunmur. Heç bir şey baş işlətmirəm, məntiq işə düşmür, heç nə. Sadəcə olaraq hafizəmdə, yaddaşımda olan məlumatlardır. Yadıma salıram, xatırlayıram, olduğu kimi deyirəm. İndi mən deyirəm ki, olduğu kimi deyirəm, olduğu kimi deyirəm. Burada məsələ mənim deməyim deyil. Mən deyə də bilərəm, mən yaza da bilərəm, mən seçə də bilərəm, mən uyğunlaşdıra da bilərəm. Mənim bu deməyim, yazmağım, seçməyim, uyğunlaşdırmağım əsas məsələ deyil. Mən nəyi deyirəm, nəyi seçirəm, nəyi uyğunlaşdırıram, budur. Əgər uyğunlaşdırdığım, seçdiyim, dediyim şey, yazdığım şey mənim yaddaşımın, hafizəmə əsaslanırsa, bu yadda saxlamaqdır. Məsələn, Azərbaycanın paytaxtı Bakı şəhəridir. Bunu desəm də yadda saxlamaqdır, yazsam da yadda saxlamaqdır. Məsəl üçün, bir vərəqdə verilib bir çox şəhərlər, Bakı, Şəki, İzmir, Ankara. Mənə deyir ki, Azərbaycanın paytaxtını seç, mən Bakını seçirəm. Yadıma salıb, xatırlayıb Bakını seçirəm. Nədir? Yadda saxlamaq mərhələsidir. Yəni bir tərəfdə verilib Azərbaycan, Türkiyə, bir tərəfdən verilib Ankara, Bakı. Mən Azərbaycanla Bakıya birləşdirəm, Türkiyəndən Ankaranı birləşdirəm. Neynədim? Yadıma saldım, xatırladım, bunu uyğunlaşdırdım, düzdür? Yadıma saldım, xatırladım, seçdim. Yadıma saldım, xatırladım, dedim. Bu, yadda saxlamaq mərhələsidir. Burada heç bir şey etmirəm. Taksonomiyada belə bir şey yoxdur ki, uşaq nəysə deyirsə, bu mərhələdir, nəysə deyirsə, bu mərhələdir, nəysə seçirsə, belə bir şey yoxdur. Xeyr, sadəcə olaraq mahiyyətinə baxırsınız. Uşaq bunu edən zaman yadına salıb xatırlayıb edirsə, bu yadda saxlamaq mərhələsidir. Düsturu əzbər deyir, tərifi əzbər deyir. Neynir? Yadına salır, xatırlayır, olduğu kimi deyir. Əlifbanın hərfləri sadalayır. Əzbərləmişəm, yadıma salıb xatırlayıb olduğu kimi sadalayıram, sıralayıram. Nədir? Yadda saxlamaqdır. Və bir də biliyin növlərini istəyirəm qaydım. Mən öz müdavimlərinə biliyin növlərini öyrətmişəm. Yəqin ki, siz də biliyin növlərini öyrənmisiniz ki, taksonomiyanı öyrənirsiniz indi. Biliyin növlərindən faktoloji biliyi xatırlamağınızı istəyirəm. Bayaq ki, bu yadda saxlamaqdır. Faktoloji bilikdə biz nələr öyrənmişik? Faktlar, təriflər, məlumatlar, əzbərlər, düsturlar, illər, dəqiq məlumat idi da. Yəni, dəqiq bir fakt idi. Oxumuşdum, eşitmişdim, öyrənmişdim, yadıma salıb, xatırlayıb olduğu kimi deyirdim. Bu faktoloji idi. Yəni, bizim faktoloji birlikdə öyrəndiyimiz hər birisi yadda saxlamağa aiddir. Tək faktoloji bilik deyil yadda saxlamaq. Bəzən prosedural bilik də buna aid ola bilər. Prosedural bilik bu hansı hallardadır? Gəlin prosedural biliyi yadımıza salaq. Prosedural bilikdə nə öyrənmişdik? Prosedural bilikdə biz demişdik ki, uşaq məsələni həll etmənin yolunu bilirsə də prosedural bilikdir. Məsələni həll edirsə də prosedural bilikdir. Məsələnin yolunu bilir, prosedural bilik, məsələni həll edir, prosedural bilik fərq etməz. Hər iki növdə biliyin növü prosedural bilikdir. Amma taksonomiyada elə deyir. Taksonomiyada əgər uşaq məsələnin həll etmə yolunu bilirsə, deyirsə, bu yadda saxlamaq mərhələsidir. Amma əgər məsələni insana həll edirsə, bu tətbiq etməkdir. Demək, gördüyünüz kimi yadda saxlamaq mərhələsinə də aid olduğu prosedural. Ya da məsələn, tutaq ki, siz şirnat düzəltməyi, bişirməyi bilirsiniz. Bu biliyin növü olaraq prosedural bilikdir. Ya da siz şirniyyat düzəldirsiniz, yenə prosedural bilikdir. Amma şirniyyat düzəltməyi bilmək taksonomiyada hansı mərhələyə aiddir? Yadda saxlamaq. Amma şirniyyatı düzəltmək artıq öyrənməyi icra etmək, bu tətbiq etməkdir. Yəni, yadda saxlamaq mərhələsinə faktoloji bilikdə öyrəndiyimiz hər şey daxildir. Bəzən prosedural bilikdə öyrəndiklərimiz də daxil ola bilir. Yadda saxlamaq mərhələsi haqqında öyrəndiklərimizi gəlin ümumiləşdirək. Deməli, nədən danışdıq? Nə danışdıq? Birinci mərhələ hansıdır? Yadda saxlamaq mərhələsidir. Qeyd etdik ki, burada şagird sadəcə olaraq eşitdiklərini, gördüklərini, oxuduqlarını yadına salır, xatırlayır, olduğu kimi təqdim edir. Heç nə etmir. Burada baş işlətmir, məntiq işə düşmür. Mənim yaddaşımda, hafizəmdə olanları təqdim etməyim tələb olunur. Yaddaşa əsaslanır, hafizəyə əsaslanır, ərbəzçiliyə əsaslanır və qeyd etdik ki, faktoloji bilikdə öyrəndikləriniz hamısı bura aiddir. Bəzən proseduralda da öyrəndiklərimizi əlavə edə bilərik.
İndi keçək ardıcıl şəkildə bilməsiz. Bu mərhələni keçək anlamaq mərhələsi. Anlamaq mərhələsi artıq mahiyyəti başa düşmək mərhələsidir. Bir şeyi əzbər olduğu kimi deyir. Bu nədir? Yadda saxlamaq mərhələsidir, düzdür? Amma onun mahiyyətini başa düşürsə, bu artıq anlamaq mərhələsidir. Burada artıq şagird anlayır, başa düşür, dərk edir. Dərk eləyir. Ümumiləşdirir, öz sözləri ilə izah edir, qruplaşdırır, təsnif edir, səbəbini izah edir, səbəb-nəticə əlaqələrini müəyyənləşdirir. Anlamaq mərhələsi, yəni şagird bir şeyi anlayır ki, onu ümumiləşdirə bilir. Bir var, açdınız kitabdan taksonomiyanı oxudunuz, olduğu kimi əzbər danışırsınız. Bu nədir? Müdavim olduğu kimi, mənim məsəl üçün göndərdiyim PDF-i əzbər danışdıqca bilirəm ki, sadəcə əzbərləyib. Əzbərləyib olduğu kimi mənə ötürdüyümü mənə əzbərləyib. Yadda saxlamaq mərhələsidir. Amma müdavim mənim göndərdiyim materialını öz sözləri ilə danışdıqda, onu ümumiləşdirdikdə, ona nümunələr gətirdikdə başa düşürəm ki, artıq bu müdavim anlayıb. Desəm ki, taksonomiyanın hər mərhələsinə bir nümunə gətirir. Əgər anlamısınızsa, nümunə gətirə biləcəksiniz. Anlamamısınızsa, nümunə gətirə bilməyəcəksiniz. Desəm ki, taksonomiyanı ümumiləşdirib öz sözlərinizdə danışın. Anlamısınızsa, öz sözlərinizdə danışa biləcəksiniz. Anlamadınızsa edə bilməyəcəksiniz. Bu dərk etməkdir. Mahiyyəti başa düşməkdir. Tutaq ki, uşaq mətni oxuyur, mətnin ideyasını müəyyənləşdirir. Yəni o mətni anlayıb ki, ideyasını müəyyənləşdirir, düzdür? Anlamaq mərhələsi, yəni bir şey səbəbini izah edir. Onu anlayıb ki, səbəbini öz sözləri ilə izah edir, düzdür? Anlamaq mərhələsində artıq yadda saxlamaqda nə dedik? Baş işlətmirik. Yaddaşımızda, hafizəmizdə olanları deyirik. Anlamaq mərhələsi artıq baş işləyir. Artıq məntiqi təfəkkür işə düşür, məntiq işləyir, məntiqi təfəkkür işə düşür. Mahiyyətini başa düşürsən sən artıq burada. Və anlamaq mərhələsində bir vacib məsələ var, onu deyim ki, anlamaq mərhələsində əvvəlcə belə idi ki, biz uşağa düsturu verirdik, deyirdik ki, get hesabla, uşaq verdiyim bu düstura əsasən misalı məsələni həll edirdi, tətbiq etmək idi. Və ya mən uşağa verirəm, deyirəm ki, get hesabla, yenə tətbiq etməkdir. Amma son dövrlərdə bu dəyişdi. Artıq qayda belə deyil. Artıq belədir ki, mən uşağa düsturu verirəmsə, mənim verdiyim düstura əsasən hesablayırsa, bu anlamaqdır. Yox, əgər mən düsturu əvvəlcədən öyrətmişəm, indi gəlib öyrəndiklərindən istifadə edirəmsə, özü qərar verəcək hansı düsturu nəyə hesablasın, bu tətbiq etmək mərhələsi olur. Bir daha deyirəm, mən uşağa nəsə vermişəm, bir düstur vermişəm, bir ipucu vermişəm, sıxım, cədvəl, bir nümunə, bir istiqamət vermişəm, nəsə vermişəm, bu işi elə deyirəmsə, bu anlamaq mərhələsi olur. Amma yox, uşaq öyrənib, mən öyrətmişəm, indi öyrəndiklərindən istifadə edib özü qərar verəcək ki, nə edəcək. Bu tətbiq etmək mərhələsi olur. Məsələn, mən sizə tutaq ki, taksonomiya ilə bağlı 10 qayda öyrətmişəm. Qaydanı öyrəndiniz. İndi sizə test verirəm. Deyirəm ki, bu testi işləyin. Öyrəndiyiniz qaydalardan istifadə edərək o testi işləyəcəksiniz. Hansı testi, hansı qayda ilə işləyəcəyinizi özünüz qərar verəcəksiniz. Bu tətbiq etmək mərhələsidir. Birazdan tətbiq etmədən daha ətraflı danışacağıq. Amma bir də var ki, mən sizə desəm ki, sırf bu testi bu qayda ilə eləyin. Bu testi bu qayda ilə elə. Artıq əlimdə bir qayda var. Mən bilirəm ki, bu qayda ilə etməliyəm. Bu anlamaq mərhələsidir. Bunu belə yadda saxlayın. Anlamaq daha aşağıdadır, düzdür? Yadda saxlamaq, anlamaq, daha sonra tətbiq. Sadədən mürəkkəbə doğru anlamaq tətbiqin daha sadədir. Tətbiq nisbətən daha çətindir. Belə yadda saxlayın ki, müəllim mənə düsturu verir. Deyir ki, bu düsturla hesabla. Bu çox sadədir. Yəni əlimdə düstur var, o düsturu baxıb hesablayacağam. Bu sadədir, anlamaqdır. Bir də var ki, müəllim mənə düstur vermir. Əvvəlcədən öyrənib deyir ki, get öyrəndiklərindən istifadə elə. Bu misalı, bu hesabla. Bu tətbiqdir. Bu daha çətindir. Deməli, mənim əlimdə nəsə var, mənə ona baxıb bu işi edəcəm. Əlimdə nəsə var da, konkret bununla edəcəm. Bu anlamaqdır. Yox, bir çox şey öyrənmişəm, bir çox şeylər əldə etmişəm. Mənə öyrədib, indi o öyrəndiklərimdən istifadə edəcəm. Nəyi, necə edəcəyimi özüm qərar verirəm. Bu tətbiqdir. Riyaziyyatda 10 düstur öyrətmişəm. İndi vermişəm test qabağına, deyirəm ki, buyurun, öyrəndiklərinizdən istifadə edin. Bu testi misalına işləyin. Uşaq nə edir? Öyrəndiklərindən istifadə edir. Hansına, hansı düsturla edəcəyinə özü qərar verir. Bu tətbiqdir. Bir də var ki, mən deyirəm ki, bax, bu testdir, bu qayda ilə elə.
Bu şagird bu qayda ilə, əlində qayda var. Bu qayda ilə edirsə, bu olur anlamaq. Deməli, anlamaqda nələr danışdıq? Qeyd etdik ki, anlamaq mahiyyəti başa düşməkdir, dərk eləməkdir. Burada artıq baş işləyir, məntiq işə düşür. Başımı işlədirəm, məntiq işə düşür, olduğu kimi təqdim etmirəm, onu başa düşürəm, anlayıram, ümumiləşdirirəm, öz sözlərimlə izah edirəm. Bu olur anlamaq mərhələsi. İdeyasını müəyyənləşdirirəm, səbəb-nəticə əlaqələrini müəyyənləşdirirəm, səbəbini izah edirəm, anlamaq mərhələsi. Bir də düstur əsasında verilən ipucu əsasında iş görürəm. Mənə konkret verilib ki, bunu bununla elə. Bilirəm ki, nəyi nə ilə etmək lazımdır. Bu olur anlamaq mərhələsi. Tutaq ki, Mənə deyir ki, müəllim, bu şeirin müəllifi kimdir? Dəqiq məlumatdır da, düzdür. Yadıma salıb xatırlayıb deyirəm ki, bu şeirin müəllifi filan kəsdir. Deyir ki, bu şeirdən nə başa düşdün? Bir öz sözlərinlədir. Mən öz sözlərimlə deyirəm. Mən anlamışamsa öz sözlərimlə deyəcəm, anlamamışamsa deyə bilməyəcəm. Bu olur anlamaq mərhələsi. Filan şeyin səbəbini izah et. Mən anlamışamsa onun səbəbini izah edəcəm, anlamamışamsa səbəbini öz sözlərini izah edə bilməyəcək. Bu mərhələ mahiyyəti anlamaq mərhələsidir. Əsas yadımızda saxlayacağımız məqamda odur ki, verilən düstur, ipucu, dəstək, istiqamət nümunə əsasında edirəmsə, anlamaqdır. Yox, öyrənmişəm, öyrədirəm, indi nəyi nə edəcəmsə, özüm qərar verirəmsə, tətbiqdir. Elə tətbiq demişkən, danışaq tətbiq etmək mərhələsindən. Tətbiq etmək mərhələsi mənim öyrəndiklərimdən istifadə edərək yəni tətbiq etməkdə araşdırma aparıram. Bir çox məlumat əldə etmişəm, indi təqdimat hazırlayıram. Öyrəndiklərimdən istifadə edirəm, təqdimat hazırlayıram. Yəni işi yerinə yetirirəm. Tətbiq etmək, işi icra etmək, yerinə yetirməkdir tətbiq etmək. Ya da məsələn, əsəri oxumuşam, deyir əsərin müəllifi kimdir? Deyirəm filan kəsdir. Əsəri olduğu kimi danışıram. Əsərdə hansı qəhrəmanlar var? Filan. Bu yadda saxlamaqdır, düzdür? Ya da əsəri ümumiləşdirirəm, əsəri öz sözlərini izah edirəm. Bu nədir? Anlamaq. Və yaxşı, mən əsəri səhnələşdirirəmsə, bəs bu nədir? Bu tətbiqdir. Niyə artıq? Çünki mən oxuyub anladığım bu məsələni icra eləyirəm, tətbiq edirəm, iş görürəm. Bu artıq olur tətbiq etmək mərhələsi. Və az öncə də danışdığımız kimi burada müəllimi verdiyi düstur əsasında işi görürəm. Burada mən əldə etdiyim, öyrəndiyim məlumatlardan istifadə edərək işi görürəm. Yəni mən özüm qərar verirəm ki, hansı məqamda hansından istifadə edeyim işi görüm. Bir var, baxıram, bir sırf bundan istifadə edəcəm. Bir də anlamaq. Bir də var ki, öyrənmişəm. İndi ondan istifadə edib özüm qərar verəcəm. Bunu bununla edim, yoxsa bununla edim. Bu tətbiq etmək mərhələsidir. Məsəl üçün, tətbiq etmək mərhələsi ilə yaratmaq mərhələsini qarışdırılır. Tətbiq etmək mərhələsi mənim öyrəndiyim, bildiyim, mövcud olan bir şeylərdən istifadə edərək işi yerinə yetirməyimdir. Amma yaratmaq mərhələsi mövcud olan şeylərə baxmıram. Mən olmayan, mənə məxsus, yeni, orijinal bir şeylərdən istifadə edib işi yerinə yetirirəm. Mənə məxsusdur, belə bir şey yoxdur. Budur yaratmaq. İmtahana belə bir sual düşmüşdü, məsələn ki, müəllim fəza fiqurlarını öyrədir, sonra şagirdlərə deyir ki, gedin, baxın, bu fəza fiqurlarını öyrəndiniz, gedin, parkda kub bu formasında bir oturacaq düzəldin. Sizcə bu nədir? Bu tətbiq etməkdir də. Çünki öyrənir, öyrəndiklərindən istifadə edərək işi yerinə yetirir. Mövcud olan şeylərdən işi yerinə yetirir. Bu tətbiqdir. Bir də var ki, şagirdi sırf özünə məxsus, yeni, orijinal bir şeylərdən istifadə edir. Yəni bunu mən yaradıram. Yeni bir şey, orijinaldır. Yəni mövcud olan bir şey deyil. Bundan istifadə edərək mən bir işi yerinə yetirəm. Bu əlbəttə ki olur. Yaradıcılıq mərhələsi, yaratmaq mərhələsi, yaratmaqdan da ətraflı danışacağıq. Deməli, tətbiq etməkdə nə danışdıq? Tətbiq etmək, işi icra etmək, yerinə yetirməkdir. Öyrəndiklərimdən, mövcud olanlardan istifadə edib işə icra etməyim, yerinə yetirməyimdir. Misalları həll etməyim, məsələləri həll etməyim, təqdimatlar hazırlamağım, səhnələşdirmələr. Burada işi icra edirəm. Burada bir tətbiq var. Bu tətbiq etmək mərhələsidir. Və gəldik ən əsas mərhələlərdən biri təhlil etmək mərhələsinə. Təhlil etmək mərhələsi imtahanda çox düşən mərhələlərdəndir. Taksonomiyada mütləq ki, sual düşür. Ən çox təhlildən düşür. Təhlildə çox ehtiyatlı olun. Təhlil etmək, analiz etmək, hissələrə ayırmaq, birini önə çıxarmaq.
Birinci məsələ nədir? Təhlil etməkdir. Birinci məsələ başqasının mövqeyini müəyyənləşdirmək. Məsələn, uşaq əsəri oxuyur, müəllifin mövqeyini müəyyənləşdirir. Müəllif kimdir? Başqasıdır, düzdür? Başqası mövqeyini düzənləşdirir. Bu təhlil etməkdir. Yox, əgər uşaq bu əsəri öz münasibətini bildirsə, öz mövqeyini bildirsə, mənim öz münasibətim, mənim öz mövqeyim dəyərləndirməkdir. Amma başqasının münasibətini, başqasının mövqeyini müəyyənləşdirmək, təhlil etməkdir. Məsələn, uşaq əsərdə baş qəhrəmanın filan hərəkətinin müəllifin münasibətini müəyyənləşdirir. Başqasının münasibətini müəyyənləşdirdi, düzdür? Başqasının mövqeyi, başqasının münasibətini müəyyənləşdirmək, təhlil etmək mərhələsidir. Bu bir. Deməli, birinci başqasının mövqeyini, başqasının münasibəti müəyyənləşdirdi. İkinci bəs nədir? İkinci məsələ odur ki, birini önə çıxarmaq, birini seçmək. Bu nə deməkdir? Bir çox məsələlər var. Onları mən müqayisə edirəm, analiz edirəm, təhlil edirəm, birini önə çıxarıram. Məsələn, uşaq almadır, armuddur, mandarindir, banandır. Bunları C vitamini baxımından müqayisə edib mandarin C vitamini baxımından önə çıxarır. Bu nədir? Təhlil etməkdir. Müqayisə elədi, birini önə çıxardı. Bir var ki, bunu qarışdırmayın. Bir var uşaq kitabdan oxuyur, ya hardansa eşidir. Bilir ki, mandarin C vitamini ilə zəngindir. Bu xatırlamaq mərhələsi. Əlbəttə ki, C vitamini zəngindir. Uşaq bilir ki, mandarin C vitamini zəngindir. Yadına salır, xatırlayır, deyir. Yadda saxlamaq mərhələsi. Bir də var ki, uşaq bir neçə meyvələri müqayisə edir. C vitamini baxımından mandarini ortaya çıxarır. Bir neçə meyvəni müqayisə edir, birini önə çıxarır. Bu təhlil etmək mərhələsidir və bu fakta əsaslanır da. Yəni kim bu müqayisəni etsə, mandarini ortaya çıxacaq. Həqiqətən mandarin C vitaminə zəngindir. Və Azərbaycanda belə deyək ki, bir çox şəhərlər var. Deyirəm ki, bu şəhəri müqayisə elə. Hansı şəhərdə əhali daha çox firavan yaşayır, onu önə çıxar. Uşaq 5 şəhəri müqayisə edir. Hansı şəhərdə əhali daha çox firavan yaşayırsa, onu ortaya çıxarır. Bu bir faktdır. Kim müqayisəni aparırsa, birini ortaya çıxaracaq. Və məsəl üçün 10 düstur öyrənmiş uşaqlara deyirəm ki, bu məsələnin həllində hansı düsturun daha çox uyğun olduğunu müqayisə et, birini önə çıxart. Uşaq düsturu əzbər desə, hansı mərhələdir? Yadda saxlamaq. Uşaq düsturu öz sözləri izah etsə, hansı mərhələdir? Anlamaq. Uşaq öyrəndiyi düsturdan istifadə edərək məsələni həll etsə, hansı mərhələdir? Tətbiq etmək. Uşaq bir çox misallar içərisində, bir çox düsturlar içərisində müqayisə edib, təhlil edib, ən uyğun olan düsturu seçsə, hansı mərhələdir? Təhlil etmək mərhələsidir. Müqayisə elədi, ən uyğununu ortaya çıxartdı. Bu fakta əsaslanır. Kim bir müqayisəni aparırsa, aparsın, eyni düstura ən uzun olanı, yəni bu düsturdur. Yəni üçüncü düsturdur. Kim müqayisə etsin, onu önə çıxarmış olacaq. Bu da olur təhlil etmək mərhələsi. Və bir də təhlil etmək mərhələsində nə var? Faktlarla əsaslandırmaq var. Yəni mən, məsələn, deyirəm ki, əsərdəki filan obraz mənfi obrazdır, yoxsa müsbət obrazdır. Əsərdəki bu nümunələrlə fikrini əsaslandır deyirəm. Bu bir faktdır da, mənim əlimdə bir faktım var. Mən öz münasibətimi demirəm. Məndən soruşsalar ki, əsərdəki bu obraz mənfidir, yoxsa müsbət, öz fikirlərini əsaslandır. Mən öz arqumentlərimi gətirəcəm. Deyəcəm, bu obraz mənfidir. Bu obraz filan məqamda filan hərəkət elədi. Mənim o hərəkət xoşuma gəlmədi. Öz arqumentlərimə gətirib, öz fikirlərimi əsaslandıracam. Bu dəyərləndirməkdir. Amma bir də var ki, mən sırf əsərdəki nümunələrlə fikrimi əsaslandırıram. Bir faktdır da əlimdə var. Əsərdəki nümunələr kimi əsaslandırıramsa, bu faktlarla fikrimi əsaslandırıramsa, bu olur təhlil etmək. Deməli, təhlil etmək mərhələsində faktlarla mən fikrimi əsaslandırıram. Ya da imtahanda belə bir sual düşmüşdü. Nəyə görə? Azərbaycanda kofe yetişdirilmir. Fikrinizi əsaslandırın. Yəni, siz gözləməyin ki, orada görəcəksiniz ki, fikrinizi faktlarla əsaslandırın. Məndə təhlil götürün. Faktlarla sözünü görməyə bilərsiniz. Amma bu bir faktdır da. Nəyə görə Azərbaycana kofe yetişdirilmir? Sizin cavabınız, hə, məncə buna görə, mən cavabım buna görə olmayacaq ki. Bir faktdır da, fakta görə Azərbaycana kofe yetişdirilmir. Hər kəs fikrini əsaslandıran o fakta görə əsaslandırır. Bu olur nə? Təhlil etmək, ya da məsələn, mən nəyə görə dağlıq ərazilərdə hava şəraiti soyuq olur? Bu bir faktdır da, bu fikrimizi əsaslandıran zaman, nəyə görə dağlıq ərazilərdə hava şəraiti soyuq olur? Fikrinizi əsaslandırın. Mən öz fikrimizi, siz öz fikrinizi əsaslandırmayacaqsınız ki. Bu faktdır da, fakta əsasən siz də, mən də fikrimizi əsaslandıracağıq.
Orada burada fakt sözünü görmədim. Sizə deyə bilər fikrinizi faktlarla əsaslandırın, heç deməyə də bilər. Bu fikri əsaslandıran zaman fakta əsaslandıracaqsınızsa, bu təhlil etmək mərhələsidir. Mən amma desəm ki, dağlıq ərazilərdə yaşamağı sevirsiniz, yoxsa düzənlik ərazilərdə, mən deyə bilərəm ki, dağlıq əraziləri sevirəm, siz deyə bilərsiniz düzənliyi və s. Ya da mən desəm ki, kofe içməyi sevirsiniz, siz deyə bilərsiniz, mən sevirəm, mən deyə bilərəm, mən sevmirəm. Hər kəsin öz yanaşması olacaq, bu başqa məsələdir. Amma sırf faktla əsaslandırırıqsa, ortada bir fakt varsa, bu təhlil etmək mərhələsi olur. Deməli, təhlil etmək mərhələsində nədən danışdıq? Başqasının mövqeyini müəyyənləşdirirəmsə təhlil etməkdir. Öz mövqeyini müəyyənləşdirirəm, öz münasibətimi bildirirəmsə, amma dəyərləndirmədir. Yəni, müqayisə edib, hissələrə ayırıb, təhlil edib, birini önə çıxarıramsa, təhlil etməkdir. Fikrimi faktlarla əsaslandırıramsa, təhlil etmək mərhələsidir. İndi danışaq, dəyərləndirmək mərhələsindən. Dəyərləndirmək mərhələsindən artıq bir təsəvvür formalaşdı sizdə. Bəli, dəyərləndirmək mənim şəxsi yanaşmamdır, şəxsi münasibətimdir, şəxsi dəyərləndirməyimdir. Məsələn, sizdən soruşuram ki, sizcə onlayn dərsin effekti olur? Biri deyəcək, bəli olur, onlayn dərs mənim üçün effektlidir. Biri deyəcək, onlayn dərs mənim üçün effektli deyil. Yəni, yanaşmalar fərqlidir. Bu olur dəyərləndirmək. Yox, hər kəs faktə əsasən eyni nəticəyə gəlirsə, bu təhlildir. Amma yanaşmalar fərqlidir. Hər kəsin öz zövqü var, öz istəyi var, öz münasibəti var, öz yanaşması var. Buna görə də yanaşmalar, münasibətlər fərqli olur. Mən deyirəm ki, məsələn, əsərdəki bu obraz öz münasibətini bildir. Bu obrazda hər kəsin münasibəti fərqlidir. Sizin münasibətiniz fərqlidir, mənim münasibətim fərqli olacaq. Bir var ki, mən deyirəm ki, uşağın deyirəm ki, 5 gödəkçəsi var. Deyirəm ki, hansı istidir, daha ortaya çıxar. Yəni, birini önə çıxardır uşaq. Hansı mərhələyə uyğun gəlir? Təhlil etmək mərhələsinə. Bir də mən uşağa soruşuram ki, bu gödəkçələrdən hansını daha çox sevirsən? Orada olur fərq, ya bunu deyəcək, ya o birini deyəcək. Yəni, cavablar fərqlidirsə, yanaşmalar fərqlidirsə, hər kəsin öz cavabı, öz zövqü, öz istəyi, öz yanaşması, öz münasibəti varsa, bu dəyərləndirməkdir. Cavab şəxsdən şəxsə dəyişir. Hər kəs öz argumentlərini gətirir. Bu olur dəyərləndirmək mərhələsi. Bəs yaratmaq mərhələsi nədir? Yaratmaq mərhələsi burada artıq yeniliyi ortaya qoyuruq. Yeni bir şey ortaya qoyuruq. Tətbiq etmək dedik ki, biraz qarışdırılır yaratmaq. Tətbiq etmək, mövcud olanlardan istifadə etmək, mən plan qururam, problemi həll edirəm. Yaratmaq isə olmayan, mənə məxsus bir şeydən mən bir şey edirəm. Bu planı qururam, bu işi yerinə yetirirəm. Məsələn, tutaq ki, siz şirniyyat bişirmək istəyirsiniz. Evdə olan reseptdən, yəni internetdən baxırsınız, yəni mövcud olan bir şeylərdən, öyrəndiklərinizdən istifadə edib bir şey düzəldirsiniz. Bu nədir? Bu tətbiqdir. Bir də var ki, belə bir şey yoxdur. Bu resepti mən özüm, öz yeniliyimi ortaya qoyuram. Belə bir resept heç yerdə görməmişim. Bu mənim məxsusdur. Bu mövcud deyil, mənim yeniliyimdir. Bax, bu yaratmaq mərhələsidir. Məsələn, uşaqların dərsə gecikməsinin qarşısını almaq üçün bugünə qədər istifadə olunmayan yeni bir təkliflər planı hazırlayın. Hansı ki, bugünə qədər belə bir təklif olmayıb, olan bir şeylərdən istifadə etmirəm. Yeni, orijinal, mənə məxsus bir təkliflər planı hazırlayıram. Bu, yaratmaq mərhələsidir. Ya da məsələn, tutaq ki, müəllim strategiyalar və bir çox oxu strategiyaları var. Metodik vəsaitdən öyrənib, öyrəndiyi bu oxu strategiyalarını sinifdə tətbiq edir. Bu nədir? Mövcud olan bir şeyi, öyrəndiyi bir şeyi tətbiq edir. Tətbiq etməkdir. Bir də var ki, özündən yeni, orijinal oxu strategiyalar yaradır. Belə bir şey metodik vəsaitdə yoxdur, heç kimdə yoxdur. Bu, mənə məxsusdur, yenidir, orijinaldır. Bunu mən yaratmışam, olmayan bir şey yaratmışam. Bu artıq yaratmaq mərhələsidir. Deməli, yaratmaq mərhələsində odur ki, mən yeni, orijinal olmayan bir şeyi ortaya qoyuram. Məsələn, ana mövzusunda esse yaz. Bu, mənim yaradıcılığımdır, mənim. Mən desəm ki, filan kəsin ana əsərini səhnələşdir, canlandır, bu tətbiq etməkdir. Var, mövcuddur, onu səhnələşdirir, işi icra edir, tətbiq edir. Amma mən deyirəm ki, ana mövzusunda esse yaz, öz yaradıcılığımı, öz beynimi məhsulunu ortaya qoyacağım. Bu olur yaratmaq mərhələsi. Deməli, əziz müdavimlər, suala diqqət edin. Sualla şagird nə edəcək ona baxın. Şagird yadına salıb xatırlayıb mı deyəcək? Yoxsa şagird anlamalıdırmı? Yoxsa şagird öyrəndiklərini istifadə edib işi icra edir? Yoxsa şagird hissələrə bölür, birini önə çıxar ya başqasını mövqeyini müəyyənləşdirir? Yoxsa şagird öz münasibətini bildirir? Yoxsa şagird yeni bir şey mi ortaya qoyur? Məsələn, baxın ki, şagird burada nə edəcək?
Ümid edirəm ki, bu mövzu sizin üçün aydın oldu. İzlədiyiniz üçün təşəkkür edirəm. Sizdən xahiş edirəm ki, ətrafınızda imtahana hazırlaşan dostlarınıza bu videonu paylaşın və kanalımıza abunə olun.